Hər vaxtınız xeyir olsun değerli izleyiciler. Deməli bu günləri ilk dəfə hazırlayacağım gicitgən yağı. Biz buna gicitgən dedik. Qaxsaqtal bölgəsi buna cincar deyir. Ruslar krapiva, ingilislər isə netil deyir və bunun yağını hazırlama qaydasını sizə bölüşmək istəyirəm sizinlə. Əvvəlcə bunu təmiz bir otluq ərazidən toplayırıq, qəşəng yuyuram və onu günün altında qurumağa qoyuruq. Quruduqdan sonra hardasa 1 kiloluq bankanın içərisinə bunları qurumuş vəziyyətini daxil edirik və üzərinə də çıxana kimi zeytun yağı əlavə eləyib gün düşməyən yerdə bir 15-20 gün gözlədirik, saxlayırıq və ondan təbii onun öz yağı həmin o zeytun yağı ilə qarışacaq və bunun yağı əmələ gələcək. Sonra saç və üzlərimiz üçün istifadə edəcəyik. Saçlarımızı da uzanmasına kömək edəcək.